Ördəkləşmə gedir Azərbaycanda. Ördəkləşmiş qadınlar, dodaq buradan uzanır, dalda belə çıxır, nə bilim. Kütləvi şəkildə niyə eləyirlər? Çünki kişilərin marağı onadır da. Yəni kişi maraq göstərməsə başdan xəstə zad deyirlər ki, deyib orada arxalarını bir cür, qabaqlarını bir cür filan eləsinlər. Yenə deyirəm, ördəyə baxarıq da, elə mütləq gərək bunlara baxaq, paltarlı ördəklərə baxaq, don geyinən, plastik geyinən ördəklərə, yox elə. Kənd kəsətdə oldu da, ördəklə zadına elə, o tərəfə gedirlər, bu tərəfə gedirlər. Çox üzr istəyirəm sözümə görə, amma ki, bunu deyəcəm. Hər şeyin oynadılma yeri var da. Məsələn, insan rəqsinin də harada eləyə bilərsən, necə eləyə bilərsən. Və yaxud da ki, rəqqasələr məsəl üçün göbək oynadırlar, sinə oynadırlar, onun da öz yeri var. Amma müğənninin harasınsa oynatma yeri efir deyil. Tamam da, götürün çamadanınızı əlinizi, aparın, o qədər oynadın ki, orada burada. Kim sizə nə deyəcək, nə görəcək ki, biz bağlı qapılar arxasında nə baş verir. Amma efirdə elə eləmək olmaz axı, heç eləmək olmaz. Niyə? Çünki bir mənalı şəkildə bizə söyüş və bizə hörmətsizlikdir. Vəssalam. Siz buna layiqsiz deməkdir. Arxa çevirmək olmaz izləyəcək heç vaxtı. Amma indi az qalsın əyləsən ki, bir dənə onun üzünü görüm də, görüm onun üzü ayda nə qədər dala baxmaq olar, ay baş və nə qədər. Yenə deyirəm, hamısı da eyni standart eləsən ki, inkubator